Allah eşqinə, hansınız polis şöbəsinə mənim kimi belə gedib belə gəlmisiniz? Təbii ki, jurnalistlərdən və çəkilişə getdiyimiz vaxtlarda çıxırıq. Hansınıza getdiyiniz polis bölməsində deyiblər ki, yemək, çay nə istərdim? Bunu deyiblər. Mən hər zaman demişəm, hər peşənin yaxşısı pisi var. Jurnalistin də, polisin də, vəkilin də. Amma mən həmişə demişəm, Azərbaycan polisi ilə bağlı məni qoruyub. Mən buna məmnun qalmışam. Bugün Türk polisi məni qoruyur ifadəsini daha bariz şəkildə yaşadım, gördüm. O qədər çox minnətdar qaldım ki, Eskişehir Polis Əmniyyəti bir jurnalist olaraq, təbii ki, Azərbaycanlı olduğumu bilən kimi, kimin Azərbaycanlı tanışı varsa gəlirdi. Benim dostum Azeri Elvin, elə o hayda da deyirəm ki, polisə, Azeri deyil, Azərbaycan türkü. Sonra özümə deyirəm ki, az bir dayan da, astanovka elə bil ki, sənin işi və həll eləyirlər burada. Sağ olsunlar. Yəni, o qədər çox qayğı, o qədər çox hörmət, dəyər. Yəni, ən sonunda mən oradan çıxanda o ürəkdən mənə əl uzatmaları, mənim onlara ürəkdən təşəkkür üçün əl uzatmağım və ən sonunda Allah qorusun, nə zaman başın sıxışsa bir nömrəyə, yəni yanındayıq. Çox minnətdaram. Həqiqətən çox minnətdaram. Üstəlik də ki, o sənədlərimlə bağlı İl Köç İdarəsində o qədər çox, yəni hörmət, dəyər, superdir. Qısacası, gələndə tramvayda təsadüfən yaşlı bir nəfərə yol verdim və sonraki yanındakı qadın qalxdı, mən təkrar oturası oldum. Baxdım ki, adam mənə baxır, nəsə demək istəyir. Ən sonunda maskanı endirdi, dedi ki, kalbin o kadar temiz ki kızım dedi. Her şey hayatında güzel olacak. Bak, Rabbim bile senin birisine verdiğin yeri tekrardan sana geri verdi. Yəni, bütün elədiyimiz yaxşılıqların geri qayıtmağını istəyirik. Qısacası demək istəyirəm ki, Eskişehirdə çox əmniyyətdəydim. Ondan sonra bütün qarşıma çıxan polislər sadəcə mükəmməldir. Bu arada, mən elə bilirdim ki, Eskişehirdə problem falan olmur. Amma o qısa zaman içərisində o qədər çox problem gördüm ki, heyrət içindədir. Dedim, Dürüyə, sən bir də Ankara və İstanbul əmniyyətindəki durumu düşün. Biabırçılıq.